Azərbaycan Respublikasının Konstitusiyasına rəhbər tutaraq müraciət edərək məlumat verirəm. Eyni zamanda da ictimai nəzarət hüquqlarından istifadə edirəm. Dövlətimiz üçün, xalqımız üçün, cəmaatımız üçün xeyirli olsun, amin inşallah. Allah dövlətimizin bayrağını uca eləsin həmişə. Zirvələr diləsin, amin. Məlumat yayaraq bildirirəm ki, bir neçə il bundan qabaq Vüsal adlı şəxslə internetdə, sosial şəbəkədə mübahisəm düşmüşdü. O məni suçlamışdı, günahlandırmışdı ki, güya mən onun sevgilisinə yazmışam. Bununla bağlı. Mən ona bildirdi ki, xeyr yazmamışam. Daha sonra o məni ölümlə hədələmiş. Mən də ona demişdim ki, nə bilirsən, heç zaman heç zad eləyə bilməzsən. Nə bilirsən elə, sən kimsən ki? Ondan sonra bu adam mənə öldürdüyü şəxslərin siyahısını yazmış, adın, familiyasını, təvəllüdünü yazıb göndərmiş, 2 nəfər öldürmüş, 12 il ümumilikdə həbs yatmış və polisdə dostunun olmasını bildirmişdir. Mən indi müraciət edirəm dəyərli hüquq mühafizə orqanlarımıza, dəyərli güc strukturlarımıza. Xahiş edirəm, qaldırdığım məsələ ilə bağlı yenidən operativ kompleks əməliyyat tədbirləri keçirdib, şəxsin barəsində qanuna müvafiq tədbirlər görmənizi xahiş edirəm. Diqqətinizə minnətdarım.